Qoç bürcü. Aprel 2025 Qoç bürcü üçün dinamik və dəyişkən bir ay olacaq. Bu ay yeni imkanlar, gözlənilməz hadisələr və bəzi çətinliklər gətirə bilər. Lakin Qoç bürcü üçün xarakterik olan cəsarət və dözümlülük sayəsində hər çətinliyin öhdəsindən gəlmək mümkün olacaq. İndi isə bu ayın həyatınızın müxtəlif sahələrinə necə təsir edəcəyini daha ətraflı şəkildə araşdıraq. Bu ay iş həyatında əhəmiyyətli dəyişikliklər baş verə bilər. Əgər son dövrlərdə yorğun və motivasiyasız hiss edirdinizsə, aprel ayı sizə yenilənmək və yeni layihələrə başlamaq üçün güc verəcək. Bu ay iş yerində və ya biznes sahəsində gözlənilməz fürsətlər ortaya çıxa bilər. Yupiter və Saturn planetlərinin təsiri sayəsində yeni iş təklifləri və ya mövcud işdə irəliləmək üçün şanslar ola bilər. İş mühitində əhəmiyyətli dəyişikliklər ola bilər və siz bu dəyişikliklərdən maksimum istifadə etməlisiniz. Əgər rəhbərlikdənsinizsə, yeni strategiyalar hazırlamaq üçün əla vaxtdır. Maliyyə baxımından aprel ayı balanslı və sabit keçəcək. Xərclərinizə diqqət yetirməyiniz tövsiyə olunur. Çünki Marsın təsiri bəzi gözlənilməz xərclər yarada bilər. Yeni investisiyalar etmək və ya biznes qurmaq üçün əlverişli vaxtdır, lakin riskləri öncədən analiz etmək vacibdir. Əgər komanda işində çalışırsınızsa, bu ay iş yoldaşlarınızla ünsiyyətə daha çox diqqət yetirməlisiniz. Yanlış anlaşılmalar yarana bilər, ona görə də açıq və dəqiq ünsiyyət qurmaq çox vacibdir. Bu ay başladığınız layihələr uzun müddətli uğurlar gətirə bilər. Qoç bürcü üçün sevgi həyatı bu ayda bir qədər mürəkkəb və dalğalı ola bilər. Planetə yerləşmələrinin təsiri ilə bəzi anlaşılmazlıqlar və ya gözlənilməz hadisələr yaşana bilər. Əgər hələ də münasibətiniz yoxdursa, bu ay romantik baxımdan maraqlı hadisələr baş verə bilər. Yeni insanlarla tanış ola bilərsiniz, lakin münasibət qurmaq üçün tələsməməlisiniz. Aprelin ilk günlərində emosiyalarınızı idarə etmək çətin ola bilər, lakin ayın ikinci yarısında daha sakit və tarazlı bir vəziyyət yaranacaq. Əgər ciddi münasibətiniz varsa, bu ay partnyorunuzla ünsiyyətdə daha diqqətli olmalısınız. Mart ayında yığılan bəzi problemlər aprel ayında daha qabarıq şəkildə üzə çıxa bilər. Səbirli olmaq və qarşılıqlı anlaşmaya çalışmaq vacibdir. Əgər uzun müddətdir münasibətdə problemlər yaşayırsınızsa, onları həll etmək üçün cəsarətli addımlar ata bilərsiniz. Evlilikdə olan Qoç bürcləri üçün aprel ayı həm romantik, həm də çətin ola bilər. Əgər ailənizdə həll olunmamış məsələlər varsa, bu ay onları müzakirə etmək üçün uyğun vaxtdır. Planlı və balanslı yanaşmaq gərginliklərin azalmasına kömək edəcəkdir. Qoç bürcü üçün aprel ayı enerjili və aktiv keçsə də, sağlamlıq mövzusunda diqqətli olmaq lazımdır. Bu ay idman və fiziki aktivlik üçün mükəmməl zamandır. Ancaq həddindən artıq yüklənməkdən çəkinməlisiniz. Əzələ və oynaq problemlərinə qarşı diqqətli olmaq lazımdır. Əgər uzun müddətdir idman etmirsinizsə, yavaş-yavaş başlamaq daha yaxşıdır. Stres və emosional gərginlik bu ayda arta bilər. Xüsusilə iş və şəxsi həyatda yaranan problemlər sizi psixoloji cəhətdən yora bilər. Meditasiya, yoga və ya sadəcə təbiətdə vaxt keçirmək sizi rahatladacaqdır. Aprel ayında qidalanmanıza xüsusi diqqət yetirməlisiniz. Vitamin və mineral balansına önəm verin. Xüsusilə dəri problemlərinə meyilli olan qoçlar bu ay şirniyyat və yağlı qidalardan uzaq durmalıdır. Bu ay yeni yerləri kəşf etmək və fərqli təcrübələr yaşamaq üçün yaxşı bir zamandır. Əgər iş və ya şəxsi səbəblərlə səyahət etməyi planlaşdırırsınızsa, xüsusilə aprel ayının ikinci yarısı daha uyğun olacaq. Uzun müddətli planlar qurarkən diqqətli olun və detalları nəzərdən qaçırmayın. Aprel 2025 Qoç bürcü üçün dinamik və çətinliklərlə dolu olsa da, eyni zamanda böyük imkanlar təqdim edən bir ay olacaq. Burada əsas olan şey balanslı və ağıllı hərəkət etməkdir. Buğa bürcü. Aprel 2025 ayı Buğa bürcü üçün introspeksiya, sakit düşünmə və gələcək planlarını nəzərdən keçirmək üçün əlverişli bir dövr olacaq. Bu ay boyunca həm şəxsi, həm də peşəkar həyatınızda müəyyən dəyişikliklər edə bilər və daxili dünyanızla daha çox təmasda ola bilərsiniz. Özünüzə diqqət yetirmək və ehtiyaclarınızı daha dərindən anlamaq üçün gözəl bir fürsət yaranır. İndi prioritetlərinizi müəyyənləşdirmək və gələcək addımlarınızı planlaşdırmaq üçün ideal zamandır. Bu ayın enerjisi sizə daxili sabitlik və harmoniya tapmaqda kömək edəcək, lakin bu prosesin tələskənliklə deyil, səbir və düşüncəli yanaşma ilə aparılması vacibdir.
Karyera və maliyyə məsələlərində aprel ayı sabit və balanslı görünür. Yeni iş imkanları və ya mövcud işinizdə ciddi dəyişikliklər gözlənilmir. Bu dövrdə əsas diqqətiniz mövcud işlərinizi tamamlamaya və daha effektiv işləmə üsullarına yönələcək. Əgər uzun müddətdir ki, yeni bir layihəyə başlamaq və ya iş yerinizi dəyişmək barədə düşünürsünüzsə, bunu may və ya iyun aylarına planlaşdırmaq daha məqsədə uyğun ola bilər. Aprel ayı daha çox strategiya qurmaq və gələcək addımlar üçün zəmin hazırlamaq üçün əlverişlidir. Maliyyə baxımından bu ay sabitlik və nizam-intizam tələb edir. Pul xərcləmələrində diqqətli olmaq, xüsusilə impulsiv xərclərdən qaçmaq tövsiyə olunur. Əgər investisiya planlarınız varsa, bu ay daha çox araşdırma aparmaq və gələcəkdə daha sağlam maliyyə qərarları qəbul etmək üçün biliklərinizi artırmaq vaxtıdır. Sizin üçün ən uyğun investisiya sahələrini və qənaət strategiyalarını nəzərdən keçirmək faydalı olacaq. Sevgi və münasibətlər baxımından aprel ayı dərinləşmə və introspeksiya ilə xarakterizə olunur. Əgər subaysınızsa, bu ay yeni münasibətlərə başlamaq üçün tələsmək əvəzinə öz daxili aləminizi daha dərindən anlamaq və nə istədiyinizi müəyyənləşdirmək üçün yaxşı zamandır. Sevgidə səbirli olmaq və münasibətlərə tələsmədən yanaşmaq uzun müddətli xoşbəxtliyiniz üçün vacibdir. Əgər artıq münasibətdə olan birisinizsə, aprel ayında partnyorunuzla daha dərin və səmimi söhbətlər etmək üçün fürsətlər yaranacaq. Münasibətdə olan hər iki tərəfin bir-birini daha yaxşı anlaması üçün açıq ünsiyyət və dürüstlük vacib rol oynayacaq. Uzun müddətli planlar və gələcək barədə söhbətlər bu ay münasibətinizin daha da güclənməsinə kömək edə bilər. Əgər münasibətinizdə müəyyən gərginliklər və ya anlaşılmazlıqlar varsa, bu ay bunları həll etmək üçün ideal dövrdür. Hisslərinizi ifadə etməkdən çəkinməyin və eyni zamanda qarşı tərəfi də diqqətlə dinləməyə çalışın. Sağlamlıq baxımından aprel ayı sizdən balanslı həyat tərzi və enerjinizi düzgün bölüşdürməyi tələb edəcək. Bu ay enerjinizdə müəyyən dalğalanmalar hiss edə bilərsiniz. Həm fiziki, həm də zehni sağlamlığınıza diqqət yetirmək vacibdir. Məşğul iş qrafikiniz sizi yorğun hiss etdirə bilər, buna görə də kifayət qədər istirahət etməyə və rahatlamaya vaxt ayırmaq önəmlidir. Gündəlik idman və aktiv həyat tərzi sizə özünüzü daha dinamik və enerjili hiss etməyə kömək edəcək. Yoga və meditasiya kimi rahatladıcı fəaliyyətlər stressi azaltmaq üçün faydalı ola bilər. Bəzi boğa bürcləri bu ay yuxu problemləri və ya diqqət dağınıqlığı ilə üzləşə bilər. Buna görə də yuxu rejiminizi nizamlı saxlamaq və mümkün qədər sağlam qidalanmaya önəm vermək tövsiyə olunur. Orqanizminizi gücləndirmək üçün vitamin və mineral balansınıza diqqət yetirin. Duzlu, şəkərli və ağır qidalardan uzaq duraraq daha çox təbii və balanslı qidalar qəbul etmək faydalı olacaq. Aprel ayı ümumi olaraq boğa bürcü üçün introspektiv və sakit dövr kimi keçəcək. Bu ayı tələsmədən, planlı şəkildə və düşünülmüş qərarlarla keçirmək sizin üçün daha faydalı olacaq. Həyatınızın müxtəlif sahələrində balans yaratmaq və gələcək üçün sağlam əsaslar qurmaq üçün bu dövrü bir fürsət kimi dəyərləndirin. Hisslərinizi və məqsədlərinizi daha dərindən analiz edərək, gələcək üçün ən uyğun strategiyanı formalaşdıra bilərsiniz. Bu ay həm də özünüzə daha çox vaxt ayırmaq, ruhən və fiziki olaraq yenilənmək üçün ideal dövrdür. Unutmayın ki, astroloji proqnozlar ümumi xarakter daşıyır və hər bir fərdin təcrübələri fərqli ola bilər. Buna görə də öz intuisiya və daxili hisslərinizi dinləyərək həyatınıza uyğun ən doğru qərarları verməyə çalışın. Əkizlər bürcü. Aprel 2025 Əkizlər bürcü üçün enerjili, sürprizlərlə dolu və düşüncə baxımından dərinləşmə tələb edən bir ay olacaq. Bu dövrdə həyatınızın müxtəlif sahələrində yeni imkanlar yarana bilər və bu imkanları düzgün dəyərləndirmək üçün diqqətli olmalısınız. Həm şəxsi həyatınızda, həm də karyeranızda müəyyən dəyişikliklər gözlənilir və bu dəyişikliklərin istiqamətini müəyyən etmək sizin əlinizdə olacaq. Əgər uzun müddətdir planlaşdırdığınız bir iş və ya layihə varsa, bu ay həmin layihəni reallaşdırmaq üçün yaxşı fürsətlər əldə edə bilərsiniz. Fikirlərinizdə aydınlıq yaratmaq və qarşınıza konkret məqsədlər qoymaq sizin üçün uğurun açarı olacaq. Əkizlər bürcü təbiət etibarilə dəyişkən və çevikdir. Bu xüsusiyyətiniz sizə bu ay yaranan fürsətləri daha rahat şəkildə dəyərləndirməyə imkan verəcək. Lakin diqqətli olmanız və hər şeyi dərin təhlil etmədən ani qərarlar verməməniz də vacibdir. Karyera sahəsində aprel ayı sizə yeni perspektivlər açacaq. Bu ay işinizdə irəliləyişlər müşahidə edə bilərsiniz, xüsusilə yaradıcı sahələrdə çalışanlar üçün ayın enerjisi olduqca dəstəkləyici olacaq.
Beyniniz yeni ideyalarla dolu olacaq və bu ideyaları həyata keçirmək üçün lazım olan gücü özünüzdə hiss edəcəksiniz. Əgər yeni bir işə başlamaq və ya hazırki işinizdə mövqeyinizi gücləndirmək istəyirsinizsə, bu ay diqqətli və strategiyalı hərəkət edərək uğur qazana bilərsiniz. Lakin ayın ikinci yarısında Merkuri geriləməsi baş verəcək və bu ünsiyyətdə anlaşılmazlıqlar yarada bilər. İş yoldaşlarınızla və rəhbərliklə olan münasibətlərinizdə diqqətli olmalı, sözlərinizi düzgün seçməlisiniz. Yazışmalarda və sənədlərlə işləyərkən diqqətli olmaq və hər şeyi 2 dəfə yoxlamaq sizə gələcəkdə problemlərdən qaçmağa kömək edəcək. Maliyyə məsələlərində isə bu ay həddindən artıq impulsiv xərclər etməməyə çalışmalısınız. Xüsusilə yeni investisiyalar və ya böyük maliyyə qərarları üçün bu ayın ilk yarısı daha əlverişli olsa da, ayın ikinci yarısında daha çox ehtiyatlı olmaq və hər addımı ölçüb biçmək tövsiyə edilir. Əgər uzun müddətli bir maliyyə planı hazırlamağı düşünürsünüzsə, mütəxəssislərlə məsləhətləşmək və tələskənlikdən uzaq durmaq yaxşı nəticələr verəcək. Sevgi və münasibətlər sahəsində aprel ayı əkizlər bürcü üçün xüsusi dinamika və yenilənmə gətirəcək. Bu ay boyunca yeni tanışlıqlar və romantik hadisələr gündəminizdə ola bilər. Subay əkizlər üçün bu ay yeni bir münasibətin başlanğıcı ola bilər və bu münasibət gözlənilməz şəkildə ciddiləşə bilər. Lakin Merkuri geriləməsi səbəbindən anlaşılmazlıqlar baş verə bilər, buna görə də ünsiyyətdə açıq və səmimi olmağa xüsusi diqqət yetirmək lazımdır. Əgər artıq münasibətdə olan birisinizsə, bu ay partnyorunuzla daha dərin və səmimi söhbətlər etmək üçün ideal dövrdür. Münasibətinizdə həll olunmayan məsələləri üzə çıxarmaq və onları birlikdə həll etmək şansı əldə edəcəksiniz. Aprel ayı həm də dostluq münasibətləri üçün əhəmiyyətli olacaq. Əgər uzun müddətdir bir dostunuzla əlaqəni kəsmişsinizsə və onu yenidən həyatınıza qaytarmaq istəyirsinizsə, bu ay bunun üçün yaxşı fürsət ola bilər. Ancaq eyni zamanda yeni insanlarla tanış olmaq və sosial çevrənizi genişləndirmək üçün də əlverişli bir dövrdür. Sağlamlıq baxımından bu ay enerjiniz yüksək olacaq, lakin stres və yorğunluqdan uzaq durmaq üçün gündəlik rejiminizi düzgün tənzimləməyiniz vacibdir. Əkizlər bürcü adətən çox aktiv olduğu üçün bu ayda özünüzü həddindən artıq yükləmək riski ilə üzləşə bilərsiniz. Xüsusilə mental sağlamlığınıza diqqət yetirməli, özünüzü lazımsız stressə salmamalısınız. Meditasiya, yoga və ya digər rahatladıcı fəaliyyətlər sizə stresdən azad olmağa və daha sakit qalmağa kömək edəcək. Aprel ayında yuxu rejiminizi nizamlı saxlamaq, sağlam qidalanmaya diqqət yetirmək və fiziki fəaliyyətlərə yer ayırmaq sağlamlığınızı qorumaq üçün vacib olacaq. Əgər uzun müddətdir idmanla məşğul olmağı düşünürsünüzsə, bu ay bu vərdişi həyatınıza daxil etmək üçün ideal zamandır. Ümumilikdə, aprel 2025 əkizlər bürcü üçün yeniliklər və dəyişikliklərlə dolu bir ay olacaq. Bu ayı uğurlu etmək üçün diqqətli və düşünülmüş addımlar atmalı, yaranan fürsətləri ağıllı şəkildə dəyərləndirməlisiniz. Özünüzü dinləmək və daxili səsinizə qulaq asmaq sizə bu ay ən doğru qərarları verməkdə kömək edəcək. Əgər planlarınızı düzgün şəkildə qurarsınızsa, bu ay sizə həm peşəkar, həm də şəxsi həyatınızda əhəmiyyətli uğurlar gətirə bilər. Özünüzə vaxt ayırmaq, həyatınızın balansını qorumaq və ətrafınızdakı insanlarla düzgün ünsiyyət qurmaq bu ayın əsas açar sözləri olacaq. Unutmayın ki, hər bir astroloji proqnoz ümumi xarakter daşıyır və fərdi həyatınızda daha spesifik təsirlər hiss edə bilərsiniz. Bu səbəbdən də öz intuisiya və daxili hisslərinizə güvənərək həyatınıza uyğun ən doğru qərarları verməyə çalışın. Xərçəng bürcü. Aprel 2025 Xərçəng bürcü üçün duyğuların dərinləşdiyi, həyatın müxtəlif sahələrində əhəmiyyətli dəyişikliklərin baş verə biləcəyi və daxili gücünüzü kəşf edəcəyiniz bir ay olacaq. Bu ay ərzində emosional həssaslığınız yüksələcək və ətrafınızdakı insanlarla münasibətləriniz daha da önəm qazanacaq. Əgər uzun müddətdir hansısa məsələyə dair qərar verməkdə çətinlik çəkirsinizsə, aprel ayı sizə bu qərarları daha rahat və dəqiq vermək üçün lazım olan enerji və motivasiyanı təqdim edəcək. Həyatınızdakı insanlar, münasibətləriniz və daxili dünyanız daha çox diqqət mərkəzində olacaq. Bu dövrdə ailəvi məsələlərə xüsusi önəm verməli və yaxınlarınızla münasibətlərinizi gücləndirməyə çalışmalısınız. Eyni zamanda öz emosional vəziyyətinizə nəzarət etmək və həddindən artıq həssas olmaqdan çəkinmək önəmli olacaq. Ayın enerjisi sizə həm yeni başlanğıclar, həm də keçmiş məsələləri həll etmək üçün fürsətlər təqdim edəcək. Karyera və iş həyatında aprel ayı xərçənglər üçün müəyyən çətinliklərlə yanaşı yeni imkanlar da gətirəcək.
Bu dövrdə iş yerinizdə bəzi gözlənilməz dəyişikliklər baş verə bilər və bu dəyişikliklərə uyğunlaşmaq üçün çevik və ağıllı davranmalısınız. Əgər yeni bir layihəyə başlamağı düşünürsünüzsə və ya mövcud işinizdə daha çox irəliləyiş əldə etmək istəyirsinizsə, bu ay planlarınızı reallaşdırmaq üçün yaxşı fürsətlər yarana bilər. Ancaq Merkuri geriləməsi səbəbindən iş yerində ünsiyyət problemləri baş verə bilər və bunun qarşısını almaq üçün daha diqqətli olmalısınız. Sözlərinizi düzgün seçmək, sənədlər üzərində diqqətlə işləmək və hər hansı bir qərar vermədən əvvəl yaxşı düşünmək vacib olacaq. Xüsusilə rəhbərlik və iş yoldaşları ilə olan münasibətlərinizi daha çox nəzarət altında saxlamalısınız. Əgər öz biznesiniz varsa və ya yeni bir iş qurmağı planlaşdırırsınızsa, aprel ayının ilk yarısı bu cür təşəbbüslər üçün daha əlverişli olacaq. Maliyyə baxımından isə qəfil xərclər və planlaşdırılmamış maliyyə məsələləri gündəminizə gələ bilər. İmpulsiv alış-verişlərdən çəkinmək və maliyyə qərarlarında daha praqmatik yanaşmaq vacib olacaq. Uzun müddətli maliyyə planları hazırlamaq və gələcək üçün strateji addımlar atmaq bu ay daha faydalı ola bilər. Sevgi və şəxsi münasibətlər sahəsində aprel ayı xərçəng bürcü üçün emosional dərinlik və duyğusal dəyişikliklərlə müşayiət olunacaq. Subay xərçənglər üçün bu ay yeni və romantik tanışlıqlar gətirə bilər. Lakin Merkuri geriləməsi səbəbindən bəzi anlaşılmazlıqlar baş verə bilər və yeni münasibətlərin uzun müddətli olması üçün qarşı tərəflə ünsiyyətdə daha səmimi və dürüst olmaq lazımdır. Əgər artıq münasibətdə olan birisinizsə, bu ay sevgilinizlə və ya həyat yoldaşınızla aranızdakı problemləri həll etmək üçün yaxşı bir fürsət olacaq. Duyğularınızı açıq ifadə etmək və tərəf müqabilinizlə daha səmimi ünsiyyət qurmaq münasibətinizə müsbət təsir göstərə bilər. Əgər son dövrlərdə münasibətinizdə müəyyən gərginliklər yaşanırdısa, bu ay həmin problemləri həll etmək və aranızdakı əlaqəni gücləndirmək üçün uyğun zamandır. Ailəvi münasibətlər də bu ay ön plana çıxacaq və ailə üzvlərinizlə bağlı bəzi məsələləri həll etməli ola bilərsiniz. Sevdiklərinizə daha çox vaxt ayırmaq və onlarla olan münasibətlərinizi dərinləşdirmək sizin üçün faydalı olacaq. Sağlamlıq baxımından isə aprel ayı xərçənglər üçün həm fiziki, həm də emosional vəziyyətə diqqət yetirməyi tələb edəcək. Enerji səviyyənizdə dəyişikliklər ola bilər və bəzən özünüzü yorğun və həvəssiz hiss edə bilərsiniz. Bunun qarşısını almaq üçün düzgün qidalanma, nizamlı yuxu rejimi və fiziki fəaliyyətlərə diqqət yetirmək önəmli olacaq. Stres və emosional gərginlikdən uzaq durmaq üçün meditasiya, yoga və ya təbiətdə vaxt keçirmək sizə faydalı ola bilər. Xüsusilə ayın ikinci yarısında sağlamlığınıza daha çox diqqət yetirmək və vücudunuzun siqnallarına qulaq asmaq vacib olacaq. Əgər uzun müddətdir hər hansı bir sağlamlıq problemlə qarşılaşırsınızsa, bu ay mütəxəssislərlə məsləhətləşmək və lazımi tədbirləri görmək üçün əlverişli zamandır. Emosional tarazlığınızı qorumaq üçün sizə mənəvi rahatlıq verən fəaliyyətlərə daha çox vaxt ayırmalısınız. Ümumilikdə, aprel 2025 xərçəng bürcü üçün duyğuların dərinləşdiyi, həyatdakı dəyişiklikləri qəbul etməyi tələb edən və eyni zamanda öz daxili gücünüzü kəşf edəcəyiniz bir ay olacaq. Bu ay həyatınızdakı bəzi məsələləri yenidən nəzərdən keçirmək, keçmişdə qalan bəzi duyğusal problemləri həll etmək və yeni başlanğıclar üçün zəmin yaratmaq üçün yaxşı fürsətlər təqdim edəcək. Əgər diqqətli və düşünülmüş addımlar atarsınızsa, bu ay sizin üçün həm şəxsi həyatınızda, həm də karyeranızda əhəmiyyətli uğurlar gətirə bilər. Ətrafınızdakı insanlarla münasibətlərinizi gücləndirmək, öz emosional tarazlığınızı qorumaq və gələcək planlarınıza fokuslanmaq bu ayın əsas mövzuları olacaq. Özünüzə qarşı mehriban olun və bu ayı həyatınızın yeni bir mərhələsinə keçid üçün bir fürsət kimi dəyərləndirin. Şir bürcü. Aprel 2025 Şir bürcü üçün dinamik, enerjili və əhəmiyyətli dəyişikliklərlə dolu bir ay olacaq. Bu ay həyatınızın bir çox sahəsində irəliləyişlər əldə edə bilərsiniz. Ulduzların enerjisi sizə cəsarət, motivasiya və yaradıcılıq verəcək. Daxili gücünüzü hiss edərək, qarşıya qoyduğunuz məqsədlərə çatmaq üçün yeni fürsətlər əldə edəcəksiniz. Eyni zamanda, sosial əlaqələrinizdə və şəxsi həyatınızda yeni inkişaflar baş verə bilər. Əgər uzun müddətdir gözlədiyiniz dəyişikliklər varsa, aprel ayı bu yenilikləri həyata keçirmək üçün mükəmməl zaman ola bilər. Özünüzə olan inamınız artacaq və bu, həm şəxsi, həm də iş həyatınızda sizə üstünlük qazandıracaq. Ancaq bu yüksək enerjini düzgün idarə etmək və impulsiv qərarlardan qaçmaq vacib olacaq. İş və karyera sahəsində aprel ayı şirlər üçün böyük uğurlar gətirə bilər.
Əgər iş yerində yeni bir layihəyə başlamağı düşünürsünüzsə və ya vəzifədə yüksəliş əldə etmək istəyirsinizsə, bu ay sizin üçün əhəmiyyətli fürsətlər təqdim edə bilər. İş yerində nüfuzunuzu artırmaq və rəhbərlik qabiliyyətlərinizi nümayiş etdirmək üçün çox münasib bir dövrdür. Xüsusilə liderlik xüsusiyyətləriniz daha da ön plana çıxacaq və komandada diqqət çəkən biri olacaqsınız. Ancaq Merkuri geriləməsi səbəbindən ünsiyyət problemlərinə diqqət etməlisiniz. Hər hansı bir işgüzar qərar vermədən əvvəl hər tərəfli düşünmək və detallara diqqət yetirmək lazımdır. Bu dövrdə sənədləşmə və müqavilələrdə daha diqqətli olmalı, hər şeyi 2 dəfə yoxlamalısınız. Əgər iş dəyişmək və ya yeni bir karyera yoluna qədəm qoymaq haqqında düşünürsünüzsə, ayın ikinci yarısı daha uğurlu ola bilər. Bizneslə məşğul olan şirlər üçün isə bu ay gəlir mənbələrini artırmaq və yeni əməkdaşlıqlar qurmaq üçün əlverişli ola bilər. Maliyyə baxımından isə ehtiyatlı davranmaq tövsiyə olunur. Qəfil xərclər meydana çıxa bilər və gəlirlərinizlə xərcləriniz arasında tarazlığı qorumaq vacib olacaq. Planlaşdırılmamış alış-verişlərdən çəkinmək və maliyyə strategiyanızı diqqətlə nəzərdən keçirmək bu ay sizə fayda verə bilər. Sevgi və şəxsi münasibətlər baxımından aprel ayı şirlər üçün olduqca həyəcanverici və duyğusal məqamlarla dolu olacaq. Subay şirlər üçün yeni romantik tanışlıqlar ehtimalı yüksəkdir. Xüsusilə sosial tədbirlərdə, dost məclislərində və ya gözlənilməz bir mühitdə yeni biri ilə tanış ola bilərsiniz. Lakin tələsik qərarlar verməmək və münasibətləri dərinləşdirmədən əvvəl qarşınızdakı insanı daha yaxından tanımaq vacib olacaq. Əgər artıq münasibətdə olan bir şirsinizsə, bu ay sevgilinizlə və ya həyat yoldaşınızla daha dərin və mənalı ünsiyyət qurmaq üçün əla fürsət ola bilər. Münasibətinizdə ehtiras və romantikanın artması mümkündür, lakin eyni zamanda bəzi mübahisələr və anlaşılmazlıqlar da baş verə bilər. Buna görə də emosional reaksiyalara nəzarət etmək və münasibətlərdə daha çox anlayışlı olmaq tövsiyə edilir. Əgər son dövrlərdə münasibətinizdə problemlər yaşanıbsa, aprel ayı bunları həll etmək üçün uyğun zamandır. Ailə münasibətləri də bu ay ön planda olacaq və ailənizlə daha çox vaxt keçirmək sizə mənəvi rahatlıq gətirə bilər. Sağlamlıq mövzusunda isə aprel ayı şirlər üçün enerjili, lakin diqqət tələb edən bir dövr olacaq. Bu ay boyunca yüksək enerjiniz olsa da, bəzən həddindən artıq yorğunluq və gərginlik hiss edə bilərsiniz. İş və şəxsi həyatınızdakı hərəkətlilik bəzən sizi emosional və fiziki cəhətdən yora bilər. Buna görə də balanslı bir həyat tərzi keçirmək və özünüzə qayğı göstərmək vacibdir. İdman və fiziki fəaliyyətlər sizə həm bədəninizə, həm də zehni sağlamlığınıza faydalı təsir göstərə bilər. Düzgün qidalanmaq, bol su içmək və yetərincə yatmaq da sağlamlığınızı qorumaq üçün əhəmiyyətlidir. Xüsusilə ayın ikinci yarısında stres səviyyənizi idarə etmək üçün meditasiya və ya rahatlaşdırıcı fəaliyyətlərə vaxt ayırmaq sizə faydalı olacaq. Əgər hər hansı bir sağlamlıq probleminiz varsa, bu ay həkimə müraciət edərək müvafiq tədbirlər görmək üçün yaxşı bir fürsət ola bilər. İmmunitet sisteminizi gücləndirmək və özünüzə qarşı diqqətli olmaq bu ay ərzində prioritetlərinizdən biri olmalıdır. Ümumilikdə, aprel 2025 şir bürcü üçün dinamik, enerjili və irəliləyişlərlə dolu bir ay olacaq. Bu dövrdə karyera və şəxsi münasibətlərdə mühüm dəyişikliklər baş verə bilər. Əgər məqsədlərinizə fokuslanarsınızsa və qarşınıza çıxan fürsətləri ağıllı şəkildə dəyərləndirərsinizsə, bu ay sizin üçün çox uğurlu ola bilər. İmpulsiv qərarlardan qaçınmaq, ünsiyyət problemlərinə diqqət etmək və maliyyə məsələlərində ehtiyatlı davranmaq vacibdir. Sevgi həyatınızda ehtiras və romantika yüksələ bilər, lakin eyni zamanda bəzi anlaşılmazlıqlarla da qarşılaşa bilərsiniz. Buna görə də münasibətlərdə daha açıq və səmimi olmaq tövsiyə edilir. Sağlamlığınıza da xüsusi diqqət yetirmək və stres səviyyənizi idarə etmək bu ayın əsas prioritetlərindən biri olmalıdır. Özünüzə güvənin, enerjinizi düzgün yönləndirin və bu ayı həyatınızın yeni bir mərhələsinə keçid üçün bir fürsət kimi qiymətləndirin. Qız bürcü. Aprel 2025 qız bürcü üçün dərin düşüncə, yenilənmə və gələcək planların təməlini qoymaq baxımından əhəmiyyətli bir ay olacaq. Bu dövrdə daxili enerjiniz artacaq və uzun müddətdir həll etməyə çalışdığınız məsələləri daha sistemli şəkildə yoluna qoymaq şansı əldə edəcəksiniz. Ulduzların düzülüşü sizə dəqiqlik, planlı yanaşma və praktik düşünmə gücü bəxş edəcək. Hər bir detalı nəzərdən keçirmək və gələcəyiniz üçün ən doğru qərarları vermək baxımından aprel ayı sizin üçün faydalı olacaq. Xüsusilə iş və şəxsi həyatınızda müəyyən islahatlar aparmaq ehtiyacını hiss edə bilərsiniz.
Daxili intuisiyanız güclənəcək və bu da sizə hansı istiqamətə yönəlməli olduğunuz barədə daha aydın təsəvvür formalaşdıracaq. Hərçənd ki, bu dövrdə müəyyən tərəddüdlər və analiz etməyə daha çox vaxt sərf etmək meyliniz arta bilər, ancaq həddindən artıq detallara ilişib qalmadan düzgün qərarlar verməyə çalışmalısınız. İş və karyera baxımından aprel ayı qız bürcləri üçün məhsuldarlığın və nizam-intizamın ön planda olduğu bir dövr olacaq. Sizin üçün vacib olan işlərdə irəliləyiş əldə etmək, planlarınızı sistemli şəkildə həyata keçirmək və daha çox məsuliyyət götürmək üçün uyğun zamandır. Əgər uzun müddətdir yeni bir layihə üzərində işləyirsinizsə və ya işinizdə yeniliklər etmək istəyirsinizsə, bu ay irəliləyiş əldə edə bilərsiniz. Xüsusilə də analitik düşüncə tərzinizi və detallara diqqət yetirmə qabiliyyətinizi istifadə edərək ətrafınızdakı insanlara öz bacarıqlarınızı nümayiş etdirə biləcəksiniz. Lakin bu dövrdə başqalarının sizdən gözləntiləri arta bilər və bəzən həddindən artıq yük götürmək məcburiyyətində qala bilərsiniz. Ona görə də öz işinizi və öhdəliklərinizi düzgün planlaşdırmaq vacib olacaq. Əgər yeni iş imkanları axtarırsınızsa, ayın ortalarından etibarən daha aktiv olmaq faydalı ola bilər. Həmçinin iş yerindəki ünsiyyətinizdə diqqətli olmalı və tənqidi fikirlərinizin sərhədlərini aşmamalısınız. Çünki bəzi hallarda sizin səmimi niyyətlə dediyiniz sözlər başqaları tərəfindən yanlış başa düşülə bilər. Maliyyə baxımından isə aprel ayı daha çox qənaət və ehtiyatlı planlaşdırma tələb edəcək. Əgər maliyyə məsələlərində sabitlik istəyirsinizsə, lazımsız xərclərdən qaçmalı və gələcək üçün daha uzun müddətli planlar qurmalısınız. Yaxşı xəbər odur ki, bu ay maddi vəziyyətinizdə müəyyən müsbət dəyişikliklər ola bilər, lakin hər şeyi düzgün idarə etmək vacibdir. Sevgi və şəxsi münasibətlər baxımından aprel ayı qız bürcləri üçün müəyyən dəyişikliklər və yeniliklər gətirə bilər. Əgər subay bir qız bürcüsünüzsə, bu ay yeni biri ilə tanış olmaq ehtimalınız yüksəkdir. Lakin sizə maraqlı gələn insanları daha yaxından tanımaq və qərarlarınızı tələskənlik etmədən vermək daha doğru olacaq. Əgər artıq münasibətdə olan bir qız bürcüsünüzsə, bu dövrdə partnyorunuzla daha dərin və səmimi ünsiyyət qurmaq üçün gözəl imkanlar yaranacaq. Münasibətlərdə etibar və qarşılıqlı anlayış daha çox ön plana çıxacaq. Ola bilsin ki, bəzi duyğusal məsələlər sizi düşündürsün və bəzi sualların cavabını tapmaq üçün zamana ehtiyacınız olsun. Bu baxımdan aprel ayı sizə münasibətinizə daha realist yanaşmaq və lazım gəldikdə bəzi şeyləri yenidən qiymətləndirmək üçün imkan verəcək. Ailə münasibətləri isə bu ay ərzində xüsusi diqqət tələb edə bilər. Sevdiklərinizlə daha çox vaxt keçirmək və ailənizdə baş verən hadisələrə qarşı daha həssas olmaq faydalı olacaq. Əgər uzun müddətdir həll olunmayan ailə məsələləri varsa, bu ay onları yoluna qoymaq üçün addımlar ata bilərsiniz. Sağlamlıq baxımından aprel ayı qız bürcləri üçün diqqətli olmağı tələb edən bir dövrdür. Çünki siz çox vaxt işinizə və məsuliyyətlərinizə o qədər fokuslanırsınız ki, öz sağlamlığınızı ikinci plana ata bilərsiniz. Ancaq bu ay boyunca enerji səviyyənizi balanslı saxlamaq üçün daha sağlam həyat tərzi keçirməyə çalışmalısınız. Xüsusilə yuxu rejiminizə diqqət yetirmək və stresi idarə etmək önəmli olacaq. Aprel ayında immun sisteminizi gücləndirmək üçün düzgün qidalanmalı, bol su içməli və fiziki fəaliyyətinizi artırmalısınız. Əgər müəyyən sağlamlıq problemləriniz varsa, onları göz ardı etmədən lazımi tədbirləri görməlisiniz. Həmçinin psixoloji rahatlığınızı təmin etmək üçün gündəlik qayğılardan bir qədər uzaqlaşmaq və rahatladıcı fəaliyyətlərlə məşğul olmaq sizə müsbət təsir edəcək. Meditasiya, yoga və ya sakit gəzintilər sizi daha çox tarazlıqda saxlaya bilər. Ümumilikdə aprel 2025 qız bürcü üçün analiz, planlaşdırma və yenilənmə dövrü olacaq. Bu ay sizə daha çox sistemli düşünmək və gələcək strategiyalarınızı qurmaq üçün imkan verəcək. İş həyatında diqqətli və nizam-intizamlı yanaşma ilə irəliləyə, şəxsi münasibətlərdə isə daha dərin və mənalı bağlar qura bilərsiniz. Duyğularınızı və düşüncələrinizi tarazlaşdırmaq və impulsiv qərarlardan qaçmaq vacib olacaq. Həmçinin sağlamlığınıza və daxili rahatlığınıza xüsusi diqqət yetirmək bu ayın əsas prioritetlərindən biri olmalıdır. Özünüzə vaxt ayırın, həyatınızı daha mütəşəkkil bir şəkildə idarə edin və aprel ayını həyatınızda müsbət dəyişikliklər etmək üçün bir fürsət kimi dəyərləndirin. Tərəzi bürcü. Aprel 2025 tərəzi bürcü üçün tarazlığın, daxili harmoniya axtarışının və şəxsi inkişafın ön planda olduğu bir ay olacaq. Bu dövrdə həyatınızdakı bir çox sahədə balans yaratmaq istəyəcək və ətrafınızdakı insanlarla münasibətlərinizi daha sağlam bir səviyyəyə gətirməyə çalışacaqsınız.
Ulduzların düzülüşü sizə həm enerjinizi qorumağı, həm də lazım olan yerlərdə güc sərf etməyi öyrədəcək. Bu ay sizə həyatınızdakı bəzi ziddiyyətləri həll etmək və qarşınızdakı seçimlərdə daha dəqiq qərarlar vermək üçün fürsət təqdim edəcək. Çox vaxt tərəddüd etməyə meyilli olduğunuz üçün bəzi məqamlarda qətiyyət göstərmək sizin üçün çətin ola bilər, lakin aprel ayı sizdən daha cəsarətli olmağı tələb edəcək. Ətrafınızdakı insanların sizdən gözləntiləri arta bilər və bəzi situasiyalarda başqalarına yox deməyi öyrənməlisiniz. Çünki bu dövrdə özünüzü çox yükləmək sizə mənfi təsir edə bilər. Hadisələri sakit və analiz edərək dəyərləndirmək sizin üçün ən düzgün yanaşma olacaq. İş və karyera baxımından aprel ayı tərəzi bürcləri üçün yeni fürsətlərin və əməkdaşlıqların ortaya çıxa biləcəyi bir dövrdür. Əgər son zamanlar işinizdə müəyyən çətinliklər və ya durğunluq hiss edirsinizsə, bu ay bunları aradan qaldırmaq üçün addımlar ata bilərsiniz. Xüsusilə sosial çevrəniz genişlənəcək və sizi irəli apara biləcək insanlarla tanış olmaq şansı əldə edəcəksiniz. İş həyatınızda diplomatik yanaşma sizə uğur qazandıracaq, lakin həddindən artıq güzəştə getməməyə diqqət etməlisiniz. Çünki bəzən balans yaratmağa çalışarkən öz maraqlarınızı arxa plana ata bilərsiniz. Aprel ayında qərarlarınızı daha dəqiq və planlı şəkildə verməyə çalışmalısınız. Əgər yeni layihələrə başlamaq və ya iş yerinizdə dəyişiklik etmək istəyirsinizsə, bu ay bunu həyata keçirmək üçün doğru zaman ola bilər. Maddi baxımdan isə ehtiyatlı olmalısınız. Pul məsələlərində ani qərarlar verməmək və uzun müddətli perspektivləri nəzərə almaq sizə fayda gətirəcək. Xüsusilə qənaət etməyə və gələcək üçün daha sabit planlar qurmağa önəm verməlisiniz. Aprel ayında xərclərinizi düzgün idarə etmək sizə maliyyə baxımından rahatlıq gətirəcək. Sevgi və şəxsi münasibətlər baxımından aprel ayı tərəzi bürcləri üçün əhəmiyyətli dönüş nöqtələri gətirə bilər. Əgər subay bir tərəzi bürcüsünüzsə, bu ay yeni insanlarla tanış olmaq və romantik əlaqələr qurmaq üçün əlverişli olacaq. Cazibədarlığınız və diplomatik ünsiyyət bacarığınız sizi qarşı cins üçün daha da cəlbedici edəcək. Lakin seçim edərkən diqqətli olmalı və münasibətlərinizi dərinləşdirmədən əvvəl insanları daha yaxından tanımalısınız. Əgər artıq münasibətdə olan bir tərəzi bürcüsünüzsə, aprel ayı partnyorunuzla aranızdakı əlaqəni gücləndirmək üçün gözəl fürsətlər təqdim edəcək. Lakin bəzi anlaşılmazlıqlar və gözləntilər arasında tarazlıq yaratmaq lazım ola bilər. Münasibətlərinizdə açıq və dürüst ünsiyyət qurmaq vacib olacaq. Partnyorunuzun ehtiyaclarını nəzərə almaq, lakin eyni zamanda öz duyğularınızı da ifadə etmək balansı qorumağa kömək edəcək. Ailə münasibətlərinizdə isə bəzi həssas məqamlar ortaya çıxa bilər. Xüsusilə ailə üzvləri arasında baş verən mübahisələrdə vasitəçi olmaq məcburiyyətində qala bilərsiniz. Bu hallarda emosional baxımdan sabit qalmaq və həll yönümlü düşünmək sizə kömək edəcək. Sağlamlıq baxımından aprel ayı tərəzi bürcləri üçün enerjinizi qorumaq və balanslı bir həyat tərzi sürmək baxımından əhəmiyyətli olacaq. Günlük həyatınızdakı stressi azaltmaq və zehni rahatlıq yaratmaq üçün meditasiya, yoga və ya digər rahatladıcı fəaliyyətlərə vaxt ayırmalısınız. Bədəninizə qulaq asmaq və sağlamlığınızı ikinci plana atmamaq vacib olacaq. Xüsusilə yuxu rejiminizə diqqət yetirmək və sağlam qidalanma vərdişləri yaratmaq sizə fayda verəcək. Aprel ayında idman və fiziki fəaliyyət sizin üçün çox önəmli olacaq. Əgər uzun müddətdir aktiv həyat tərzi sürməkdə çətinlik çəkirsinizsə, bu ay hərəkətə keçmək üçün ideal zamandır. Həmçinin immun sisteminizi gücləndirmək üçün vitamin və mineral baxımından zəngin qidalar qəbul etməyə çalışmalısınız. Əgər müəyyən sağlamlıq problemləriniz varsa, onları göz ardı etməmək və vaxtında müvafiq tədbirlər görmək sizin üçün daha yaxşı olacaq. Ümumilikdə, aprel 2025 tərəzi bürcü üçün tarazlıq, yenilənmə və şəxsi inkişaf ayı olacaq. Bu dövrdə iş həyatınızda yeni fürsətlərdən faydalanmaq, şəxsi münasibətlərinizi gücləndirmək və özünüzü daha yaxşı tanımaq üçün gözəl imkanlar yaranacaq. Lakin qərarlarınızı verməzdən əvvəl hər şeyi dəqiq analiz etməli və həddindən artıq tərəddüddən qaçmalısınız. Öz maraqlarınızı qoruyarkən başqalarının ehtiyaclarını da nəzərə almaq vacib olacaq, lakin özünüzü fədakarlıq etməyə məcbur hiss etməməlisiniz. Aprel ayını həyatınızdakı tarazlığı qurmaq və özünüzə daha çox dəyər vermək üçün bir fürsət kimi qiymətləndirin. Özünüzə vaxt ayırın, gələcək planlarınızı daha konkret hala gətirin və həyatınızdakı ən vacib məsələlərə fokuslanaraq daha balanslı bir yol seçin. Əqrəb bürcü.
Aprel 2025 Əqrəb bürcü üçün dönüş nöqtələri ilə dolu bir ay olacaq. Bu dövrdə daxili enerjiniz artacaq və həyatınızdakı dəyişikliklərə hazırlıqlı olmalısınız. Ulduzlar sizə öz gücünüzə inanmağı, müəyyən qorxulardan və tərəddüdlərdən qurtulmağı və hətta daha cəsarətli addımlar atmağı təşviq edir. Aprel ayında ehtiyatlı olmağa, lakin özünüzə və gələcəyinizə inamla irəliləməyə yönəlik daha güclü bir çağırış hiss edəcəksiniz. Bu ayda sizə əvvəllər çətin və ya qorxulu gələn məsələləri həll etmək üçün şans verilir. İçinizdəki qorxuları aşmaq, yanlış düşüncələrdən qurtulmaq və yeni başlanğıclar etmək üçün bir dövr olacaq. Hər şeyin möhkəm və dayanıqlı olmasını istəyirsiniz, buna görə də hər addımınızı ciddi şəkildə nəzərdən keçirəcəksiniz. Lakin çox vaxt başqalarının təsiri altında qalmaqdansa öz gücünüzə güvənərək irəliləmək daha faydalı olacaq. İş və karyera baxımından aprel ayında Əqrəb bürcləri üçün böyük irəliləyişlər mümkündür. Bu dövrdə sizin iş yerindəki mövqeyiniz güclənə bilər. Xüsusilə liderlik qabiliyyətiniz və yeniliklərə açıq olmağınız sizi diqqətə çarpdıracaq. Yaradıcı yanaşmalarınız və istedadlarınız bu dövrdə sizə fayda verə bilər, lakin bir o qədər də tələskən və impulsiv qərarlar verməməlisiniz. Bu ayda karyeranızı inkişaf etdirmək üçün yeni layihələrə başlamaq və ya mövcud işlərdə irəliləyiş əldə etmək üçün uğurlu bir vaxtdır. Həmçinin, əgər yeni iş axtarışındasınızsa, aprel ayında yeni fürsətlər ortaya çıxa bilər. Lakin bu dövrdə diqqət yetirilməsi gerəkən bir məsələ var. Başqaları ilə münasibətlərdə həddindən artıq inamsızlıq və ya çox özünüzə qapanma sizi geri çəkə bilər. Ətrafınızdakı insanlarla əməkdaşlığa açıq olmağınız faydalı olacaq. Yaxşı xəbərlər isə iş və maliyyə məsələlərində stabil bir dövr yaşamağınız olacaq. Amma xərclərinizi nəzarət altında saxlamaq və gələcəyinizi nəzərə alaraq qərarlar vermək önəmlidir. Maliyyə məsələlərində aprel ayında diqqətli olmalı və sərfəli təkliflərə qarşı daha şuurlu yanaşmalısınız. Hər hansı bir riskli investisiya və ya ani qərar qəbul etməzdən əvvəl yaxşıca düşünmək və müstəqil məsləhətlər almaq vacib olacaq. Bəzi Əqrəb bürcləri bu dövrü gələcəkləri üçün yeni maliyyə strategiyaları qurmaq və pul işlərini daha planlı şəkildə idarə etmək üçün istifadə edə bilərlər. Ancaq çox böyük xərclərdən çəkinməli, maddi məsələlərdə sadə və rasional yanaşma tətbiq etməlisiniz. Aprel ayı bəzi gəlir imkanları açsa da diqqət və ehtiyatla hərəkət etmək vacibdir. Düzgün maliyyə idarəçiliyi ilə bu dövrü daha sərfəli şəkildə keçirə bilərsiniz. Sevgi və şəxsi münasibətlər baxımından aprel ayı Əqrəb bürcləri üçün müxtəlif duyğusal təcrübələr və yeniliklər gətirəcək. Əgər subaysınızsa, bu dövrdə sizi maraqlandıran bir insanla tanış olmaq mümkündür. Lakin bu tanışlıqda diqqətli olmalı və hər şeyin səthi olduğuna inanmamalısınız. Bu ayda dərin, mənalı və səmimi əlaqələr qurmağa meyl edəcəksiniz. Lakin qarşı tərəfin sizinlə eyni dərəcədə ciddiyyətlə yanaşmasını gözləməyiniz faydalı olacaq. Həmçinin, keçmişdə baş vermiş münasibətlər və ya ilişkilər də bu dövrün bir hissəsi olaraq təkrarlana bilir. Ancaq köhnə duyğusal yaraları təzələməməyə çalışın. Əgər münasibətinizdə bəzi problemlər varsa, aprel ayında bu məsələləri açıq şəkildə müzakirə etmək və birgə çözüm yolları tapmaq şansı yaranacaq. Eyni zamanda, tərəfdaşınıza daha çox sevgi və diqqət göstərə bilərsiniz, ancaq əgər münasibətinizin sizi sıxmağa başladığını hiss edirsinizsə, buna qarşı sərhədlər qoymalısınız. Duyğusal məsələlərdə dürüstlük və səmimiyyət ən vacib amillərdən olacaq. Ailə münasibətləri və ev həyatı da aprel ayında müəyyən dəyişikliklərə məruz qala bilər. Ailədəki bəzi anlaşılmazlıqlar və ya hələ həll olunmamış məsələlər ortaya çıxa bilər. Bu dövrdə ailənizlə əlaqələrinizi gücləndirmək, onları daha yaxından dinləmək və bir-birinizə dəstək olmaq önəmlidir. Ailədəki narahatlıqlar və ya mövcud problemlər varsa, bu ay onları müzakirə edərək aradan qaldırmağa çalışmalısınız. Həmçinin, ev şəraitinizdə dəyişiklik etmək və ya yeni başlanğıclar üçün uyğun bir zaman ola bilər. Hər şeyin sabit və dinc olması sizə rahatlıq verəcək və bu istiqamətdə müsbət addımlar ata bilərsiniz. Bəzi Əqrəb bürcləri, xüsusilə ailə üzvləri ilə yaşanan qarşılıqlı əlaqələrdən daha çox müsbət təsir alacaq və bu, onların şəxsi inkişaflarına da kömək edəcək. Sağlamlıq baxımından aprel ayında Əqrəb bürcləri diqqətli olmalıdırlar. Enerji səviyyəniz yüksələcək, lakin bəzən həddindən artıq stres və narahatlıqlar fiziki sağlamlığınıza təsir edə bilər. Bu səbəbdən zehni və fiziki rahatlamağa çalışmalısınız. Aprel ayında yaxşı qidalanma və müntəzəm fiziki fəaliyyətlə sağlamlığınızı qorumağa çalışmalısınız.
Yuxu rejiminizə xüsusi diqqət yetirmək, həftəlik idman proqramı hazırlamaq və stressi idarə etmək üçün meditasiya kimi fəaliyyətlərlə məşğul olmaq sizə faydalı olacaq. Həmçinin təbii müalicə və şuurlu həyat tərzi ilə özünüzü daha yaxşı hiss edəcəksiniz. Ümumilikdə aprel 2025 Əqrəb bürcü üçün yeni başlanğıclar, dəyişikliklər və daxili gücün tapılacağı bir dövr olacaq. İş və şəxsi həyatda irəliləyişlər, həmçinin duyğusal məsələlərdə dərinlik axtarışı bu ayın əsas xüsusiyyətləridir. Lakin hər bir addımı düşünərək və öz gücünüzə güvənərək atmalısınız. Həm iş həyatınızda, həm də şəxsi münasibətlərdə qarşıya qoyduğunuz məqsədlərə doğru irəliləmək üçün aprel ayı güclü bir dövr olacaq. Ox atan bürcü. Aprel 2025 ox atan bürcü üçün yeni imkanlar və dəyişikliklərlə dolu bir ay olacaq. Bu dövrdə həyatınızda bəzi böyük dönüşlər və yeniliklərə şahid olacaqsınız. Ulduzlar bu ayın sizin üçün özünüzü daha dərindən tanıma, arzularınızı və məqsədlərinizi müəyyənləşdirmə dövrü olacağını bildirir. Həyatınızdakı məqsədlərə çatmaq üçün yeni yollar axtaracaqsınız və daha əvvəl qarşılaşdığınız maneələri aradan qaldırmağa çalışacaqsınız. Aprel ayında öz gücünüzü hiss edəcək, daxili enerjinizin artdığını və hər şeyin sizin əlinizdə olduğunu anlayacaqsınız. Ancaq bəzən həddindən artıq həyəcan və tələskənlik nəticəsində səhvlər edə bilərsiniz, buna görə də hər bir addımı düşünərək atmalısınız. Eyni zamanda bu dövrdə başqalarından kömək almaq və özünüzü daha güclü bir şəkildə təmsil etmək üçün düzgün vaxtdır. Aprel ayında sizi uğur və yeniliklər gözləyir, lakin bu uğuru əldə etmək üçün əzm və mübarizə lazım olacaq. İş və karyera baxımından aprel ayı ox atan bürcləri üçün çox gözəl imkanlar yaradacaq. Xüsusilə iş yerinizdəki mövqeyinizdə irəliləyiş və ya yeni layihələrə başlamaq ehtimalı yüksəkdir. Bu dövrdə işinizlə bağlı cəsarətli addımlar atmağa cəsarətiniz olacaq və uğur əldə etməyə çox yaxına gələcəksiniz. Əgər öz işinizi qurmaq istəyirsinizsə, aprel ayı bunu reallaşdırmaq üçün ideal zaman olacaq. Ətrafınızdakı insanlarla yaxşı əlaqələr qurmaq və mövcud əlaqələri gücləndirmək sizin üçün əhəmiyyətli olacaq. Yaxşı əməkdaşlıq və komanda işinə yönəlmək, həmçinin iş həyatınızda daha çox təşəbbüs göstərmək sizi irəlilədəcək. Lakin diqqətli olmalı və hər hansı bir böyük maliyyə qərarını verməzdən əvvəl yaxşıca analiz etməlisiniz. Özünüzü çox yükləməməyə və həmkarlarınızla münasibətlərdə açıq olmağa çalışmalısınız. Bu dövrdə düşüncələrinizi paylaşmaq və başqalarının fikirlərini dinləmək sizə yeni perspektivlər qazandıracaq. Maliyyə məsələlərində isə ehtiyatlı olmaq və qənaətə diqqət yetirmək vacib olacaq. Xərclərinizə nəzarət edərək maliyyə vəziyyətinizi daha sabit hala gətirə bilərsiniz. Sevgi və şəxsi münasibətlər baxımından aprel ayı ox atan bürcləri üçün dərin duyğuların və yeni əlaqələrin ortaya çıxa biləcəyi bir dövr olacaq. Əgər subaysınızsa, bu dövr sizə yeni romantik imkanlar təqdim edə bilər. Xüsusilə yeni insanlarla tanışlıq və qarşılıqlı anlayışa əsaslanan əlaqələr qurma ehtimalınız yüksəkdir. Aprel ayında qarşı cinslə münasibətlərinizdə daha çox açıqlıq və dürüstlük ön planda olacaq. Lakin hər hansı bir əlaqəyə başlamadan əvvəl öz hisslərinizi və gözləntilərinizi yaxşıca dəyərləndirməlisiniz. Əgər artıq münasibətiniz varsa, bu dövr sizə partnyorunuzla daha dərin bağlar qurmaq və bir-birinizə daha çox diqqət göstərmək üçün bir fürsət yaradacaq. Lakin bəzən öz sərhədlərinizə diqqət yetirmək və partnyorunuza da öz sahəsini vermək vacib olacaq. Münasibətlərinizdə güvən və anlayış çox önəmli olacaq. Ailə-daxili münasibətlərdə də daha çox ünsiyyətə və qarşılıqlı dəstəyə ehtiyac olacaq. Bu dövrdə yaxınlarınızla aranızda anlaşılmazlıqlar meydana gələ bilər, lakin açıq və səmimi dialoq bu məsələlərin həllinə kömək edəcək. Aprel ayında ox atan bürcləri üçün sağlamlıq məsələləri ön planda olacaq. Enerji səviyyəniz yüksək olsa da, bəzən çox çalışmaq və ya çox şeyə eyni anda yönəlmək sizi yorğun hiss etdirə bilər. Bu səbəbdən özünüzə dincəlmək üçün vaxt ayırmalısınız. Həm fiziki, həm də zehni sağlamlığınıza diqqət yetirməlisiniz. Günün stresini atmaq və rahatlamaq üçün idman və fiziki fəaliyyətlərdən faydalana bilərsiniz. Yoga, meditasiya və ya təbiətdə gəzintilər həm fiziki, həm də ruhsal rahatlıq təmin edəcək. Sağlam qidalanma və düzgün yuxu rejimi də əhəmiyyətli olacaq. Aprel ayında iş və şəxsi həyatınızdakı tempin çox olması bəzən stressin artmasına səbəb ola bilər, buna görə də stresslə mübarizə yollarını tapmaq vacibdir. Bu dövrdə balansı qorumaq üçün özünüzə diqqət yetirin və sağlam həyat tərzini mənimsəməyə çalışın.
Ümumilikdə aprel 2025 oxatan bürcü üçün yaxşı bir dövr olacaq. Həm iş həyatınızda, həm də şəxsi münasibətlərdə uğurlu və pozitiv dəyişikliklər olacaq. Lakin diqqətli olmalı, hər bir addımınızı düşünərək atmalısınız. İddialı və təşəbbüskar yanaşmalarınız sizə uğur gətirəcək, amma bəzən qarşınıza çıxan çətinliklərə qarşı həddindən artıq reaksiya verməməlisiniz. İntuisiyanız sizə doğru yolu göstərəcək, amma hər bir qərarı daha müvafiq şəkildə analiz edərək vermək önəmlidir. Bu dövr sizin inkişafınız və yeni başlanğıclar üçün gözəl bir fürsət olacaq. Oğlaq bürcü. Aprel 2025 Oğlaq bürcü üçün həyəcan verici və enerjili bir dövr olacaq. Bu ayda həyatınızda bəzi vacib dəyişikliklər baş verəcək, həm iş, həm də şəxsi münasibətlər baxımından irəliləyişlər və yeniliklər gözlənilir. Ulduzlar sizə əzm və iradə gücünüzü artırmaq, öz məqsədlərinizə doğru daha da möhkəm addımlar atmaq üçün xüsusi imkanlar təqdim edir. Bu dövr həmçinin həyatda qarşınıza çıxan maneələri aşmaq və daha əvvəl çətin görünən məsələləri həll etmək üçün çox əlverişli olacaq. Aprel ayında Oğlaq bürcləri üçün həyat daha çox şərt və qaydalara uyğun şəkildə təşkil ediləcək, lakin bir o qədər də yeni imkanlarla dolu olacaq. Daxili gücünüzü tapmaq və xarici təsirlərdən qorunmaq əhəmiyyətli olacaq. Bu dövr, xüsusilə iş həyatında əhəmiyyətli addımlar atmağınız, şəxsi məqsədlərinizə çatmaq üçün ciddi planlar qurmağınız üçün ideal bir zaman olacaq. İş və karyera sahəsində aprel ayında Oğlaq bürcləri üçün yüksək enerjili və məhsuldar bir dövr olacaq. Karyeranızda müəyyən irəliləyişlər gözlənilir və bu dövr yeni layihələrə başlamaq, mövcud işlərdə isə daha yüksək mövqelərə yüksəlmək üçün çox əlverişli olacaq. Öz məqsədlərinizə çatmaq üçün təkrarlanan çətinlikləri aşacaq və güclü bir liderlik nümayiş etdirəcəksiniz. Bu dövrdə həmçinin başqalarının sizi daha yaxşı tanıyıb qiymətləndirməsi mümkün olacaq. Əgər öz işinizi qurmaq istəyirsinizsə, aprel ayında bunu reallaşdırmaq üçün gözəl bir zaman olacaq. Həmçinin aprel ayı sizə karyeranızda bir növ dönüş nöqtəsi gətirə bilər. Yaxşı iş təklifləri, yeni mövqelər və ya əməkdaşlıq imkanları ilə qarşılaşa bilərsiniz. Lakin hər hansı bir yeni iş və ya layihəyə başlamadan əvvəl düzgün araşdırmalar etmək və təfərrüatları nəzərdən keçirmək vacibdir. Bəzən sürətli qərarlar vermək əvəzinə səbirli olmaq və hər şeyin düzgün planlaşdırılması daha faydalı olacaq. İntuisiyanız və analitik düşünmə bacarığınız bu dövrdə sizə çox kömək edəcək. Maliyyə məsələlərində aprel ayında Oğlaq bürcləri sabitlik və artım görəcəklər. Hər hansı bir böyük maliyyə riski almadan daha planlı və sabit bir yanaşma tətbiq edərək maliyyə vəziyyətinizi yaxşılaşdırmaq mümkündür. Bu dövrdə pul məsələlərinə dair diqqətli və ağıllı qərarlar vermək vacibdir. Oğlaq bürcləri özlərinə gələcəkdəki təhlükəsizlik üçün planlar qura bilərlər. Xərclərinizə nəzarət edərək, qənaət və yatırımlarınıza diqqət yetirərək, maliyyə vəziyyətinizi sabitləşdirmək üçün yaxşı imkanlarınız olacaq. Lakin bəzən çox qorxulu olmamalı, amma hər hansı bir böyük xərcləmədən əvvəl yaxşı düşünməlisiniz. Əlavə olaraq, bu dövrdə mövcud maliyyə vəziyyətinizi təhlil etmək və gələcək üçün daha sağlam planlar qurmaq sizi daha güvənli hiss etdirə bilər. Sevgi və şəxsi münasibətlər sahəsində aprel ayında Oğlaq bürcləri üçün bəzi diqqətə layiq inkişaflar olacaq. Əgər artıq münasibətiniz varsa, bu dövr sizə daha çox yaxınlıq və anlayış gətirə bilər. Partnerinizlə aranızdakı münasibətlərdə həmçinin keçmişdəki anlaşılmazlıqların və ya problemlərin həllini tapmaq üçün gözəl bir fürsət olacaq. Duyğusal açıdan daha sabit və xoşbəxt bir dövr keçirəcəksiniz. Əgər subaysınızsa, yeni tanışlıqlar və romantik əlaqələr meydana çıxa bilər. Lakin bu dövrdə münasibətlərin daha dərindən anlaşılması və hər iki tərəfin də bir-birinə sadiq olmağa başlaması lazım olacaq. Aprel ayında sevgilinizlə daha çox vaxt keçirmək və bir-birinizə qarşı daha çox dəstək olmaq sizi daha da yaxınlaşdıracaq. Həmçinin bəzi Oğlaq bürcləri özlərinə qarşı tərəfdən gözlədikləri diqqət və sevgi göstərilmədiyini hiss edə bilərlər. Bu halda münasibətinizdə qarşılıqlı anlayış və dürüstlük çox vacib olacaq. Ailə münasibətlərində aprel ayında Oğlaq bürcləri yaxınları ilə dərin bağlar qurmaq istəyəcəklər. Ailə üzvləri ilə olan əlaqələrinizi gücləndirmək və özünə aid bir vaxt yaratmaq istəyəcəksiniz. Bu dövr, ailəvi məsələlərinizi müzakirə etmək və keçmişdəki qırılmaları təzələmək üçün yaxşı bir zaman olacaq. Öz evinizdəki əhval-ruhiyyəni yaxşılaşdırmaq, ailə üzvləri ilə daha çox ünsiyyət qurmaq üçün yaxşı imkanlar yaranacaq.
Ailədəki müəyyən məsələlər sizin diqqətinizi çəkəcək və bu məsələlər üzərində ciddi şəkildə düşünmək və həll etmək lazım olacaq. Ancaq bəzən çox da şəxsi məsələlərə qarışmamaq və sadəcə ümumi harmoniya və sabitlik yaratmağa çalışmaq daha yaxşı ola bilər. Sağlamlıq məsələlərində aprel ayında Oğlaq bürcləri enerjili və sağlam bir dövr keçirəcəklər. Lakin çox işləmək və daim işləməyə fokuslanmaq sağlamlığınızı təsir edə bilər. Buna görə də balansı qorumaq, özünüzə vaxt ayırmaq və dincəlmək önəmlidir. Fiziki sağlamlığınızla yanaşı, psixoloji sağlamlığınıza da diqqət yetirməlisiniz. Hər hansı bir stresli vəziyyətin qarşısını almağa çalışın və rahatlamaq üçün meditasiya və idman kimi fəaliyyətlərə vaxt ayırın. Yuxu rejiminizə diqqət etmək və sağlam qidalanmaq da sağlamlığınızı qorumağa kömək edəcək. Həmçinin bu dövrdə sağlam həyat tərzi ilə bağlı yeni qərarlar qəbul etmək və fiziki fəaliyyətlə məşğul olmaq sizə özünüzü daha yaxşı hiss etdirə bilər. Ümumilikdə, aprel 2025 Oğlaq bürcü üçün çox produktiv və irəliləyişlərə zəmin hazırlayan bir dövr olacaq. Karyeranızda və şəxsi həyatınızda böyük addımlar atmaq, yeni imkanlar yaratmaq və sağlamlıq sahəsində müsbət dəyişikliklər yaşamaq mümkündür. Lakin hər bir addımınızı düşünərək atmalı və hər şeyə balansla yanaşmalısınız. Aprel ayında çox çalışmaq və böyük qərarlar qəbul etmək üçün əla bir dövr olsa da, özünüzü yükləməmək və hər zaman rahatlamağa da vaxt ayırmaq vacibdir. Dolça bürcü. Aprel 2025 Dolça bürcü üçün özünü kəşf etmə və yeni imkanların açılacağı bir dövr olacaq. Bu ay həyatınıza yeni perspektivlər qatmaq, həm iş, həm də şəxsi münasibətlərdə irəliləyiş əldə etmək üçün böyük bir fürsət təqdim edir. Dolça bürcləri üçün aprel həm daxili dəyişikliklər, həm də xarici dünyada yeni istiqamətlər tapmaq baxımından dərin təsir yaradacaq. Ulduzlar bu dövrdə sizə daha çox özünə inam və cəsarət verəcək, bununla yanaşı həyatınızda gözlənilməz sürprizlər və imkanlar da olacaq. Bu dövrdə özünüzü daha azad hiss edəcək, həm də daxili ehtiyaclarınızı daha yaxşı anlayacaq və onlara uyğun addımlar atmağa başlayacaqsınız. Əhəmiyyətli olan bu dövrdə özünüzə sadiq qalmaq, başqalarının təsirindən asılı olmadan doğru qərarlar verməkdir. İş və karyera baxımından aprel ayında Dolça bürcləri üçün çox əlverişli imkanlar yaranacaq. Bu dövr iş həyatınızda irəliləyiş və yeniliklər üçün mükəmməl olacaq. Əgər bir işdə fəaliyyət göstərirsinizsə, rəhbərlik və həmkarlarınız tərəfindən dəyərləndirilə bilərsiniz. Yeni layihələr və təşəbbüslər ortaya çıxa bilər ki, bu da sizin üçün yeni bir irəliləyiş və uğur gətirə bilər. Əgər uzun müddətdir bir işin və ya mövqenin arzusunu çəkirsinizsə, aprel ayında bu arzularınızı reallaşdırmaq üçün yaxşı bir dövr olacaq. Yeni iş imkanları və ya daha yüksək mövqelərə yüksəlmək üçün cəsarətli addımlar atmaq məsləhətdir. Həmçinin bir çox Dolça bürcləri bu dövr ərzində iş həyatında daha çox müstəqil olmağı və öz qərarlarını özləri verməyi arzu edəcəklər. Hətta bəziləri üçün işlərini dəyişdirmək və ya öz işini qurmaq üçün mükəmməl bir zaman olacaq. Lakin hər hansı bir yeni başlanğıc etməzdən əvvəl təfərrüatları diqqətlə nəzərdən keçirmək və planlamaq vacibdir. Bu dövrdə yeniliklərə açıq olmaq, lakin diqqətli yanaşmaq sizə uğur gətirəcək. Maliyyə məsələlərində isə aprel ayında Dolça bürcləri ehtiyatlı və düşüncəli yanaşmalı olacaq. Maliyyə vəziyyətinizdə stabillik gözlənilir, lakin bəzən gəlir və xərclər arasında balansı qorumaq çətin ola bilər. Bu dövr pul məsələlərində risk almaq və ya bir qədər daha çox xərcləmək ehtimalı yarada bilər, amma gələcəkdə maliyyə məsələlərinə diqqət yetirərək bu dövrü daha sabit keçirə bilərsiniz. Yüksək gəlirlər gözlənilmir, amma sabit gəlirinizin olduğu bir dövr olacaq. Əgər sərmayə qoymağı düşünürsünüzsə, bu dövrə daha planlı və strateji yanaşmaq lazımdır. Yatırımlarınızla bağlı uzun müddətli düşüncələr qurmalı və təhlillər etməlisiniz. Ayrıca, qənaət etməyə çalışmaq, gələcəkdə maliyyə təhlükəsizliyiniz üçün önəmli olacaq. Böyük xərclərdən çəkinmək və daha ağıllı maliyyə qərarları qəbul etmək sizə fayda gətirəcək. Xərclərinizi daha yaxşı idarə etmək, yeni maliyyə məqsədləri müəyyənləşdirmək və özünüzü daha güvənli hiss etmək üçün bu dövr əhəmiyyətlidir. Sevgi və şəxsi münasibətlər sahəsində aprel ayında Dolça bürcləri üçün daha dərin və mənalı əlaqələr qurmaq mümkün olacaq. Əgər bir münasibət içindəsinizsə, bu dövr sevgilinizlə daha dərin bir bağ qurmağınıza imkan verəcək. Duyğusal açıdan daha çox açılmaq və hisslərinizi paylaşmaq üçün yaxşı bir zaman olacaq. Aprel ayı həm də münasibətlərinizdə daha çox anlama və qarşılıqlı dəstək yaratmaq üçün uyğun bir dövr olacaq.
Sevgi həyatınızda romantik anlar yaşamaq, həm də qarşılıqlı hörmət və anlayış əsasında daha sağlam bir əlaqə qurmaq üçün gözəl bir fürsət təqdim edilir. Əgər hələ də subaysınızsa, bu dövr yeni tanışlıqlar üçün əlverişli olacaq. Sizə uyğun birini tapmaq və daha mənalı münasibətlər qurmaq ehtimalı yüksəkdir. Lakin münasibətə başlamaqdan əvvəl özünüzü tanımağa və ehtiyaclarınıza uyğun bir əlaqə yaratmağa diqqət etməlisiniz. Aprel ayında əlaqələrdə dürüstlük və səmimiyyət çox vacib olacaq. Ailə münasibətləri sahəsində aprel ayında dolça bürcləri üçün bəzi gərgin anlar ola bilər. Yaxınlarınızla, xüsusilə ailə üzvlərinizlə bəzi anlaşılmazlıqlar yaşaya bilərsiniz. Bu dövrdə təmkinli olmaq, çox tələsik reaksiyalar verməmək və ailə üzvləri ilə açıq söhbətlər aparmaq lazımdır. Ailə məsələlərində daha anlayışlı və tolerant yanaşmalar ortaya qoymaq vacib olacaq. Eyni zamanda ailə üzvləri ilə daha çox vaxt keçirmək və əlaqələri gücləndirmək üçün gözəl bir zaman olacaq. Bu dövr, ailə daxilində əlaqələrdə dərinlik və qarşılıqlı dəstək yaratmaq üçün əhəmiyyətlidir. Həmçinin ailə problemlərini həll etmək və qarşılıqlı ünsiyyət üçün yaxşı bir dövr olacaq. Bəzi dolça bürcləri üçün bu dövr ailəvi məsələlərin üzə çıxması və müəyyən məsələlərin müzakirə edilməsi zamanı olacaq. Sağlamlıq baxımından aprel ayında dolça bürcləri öz sağlamlıqlarına daha çox diqqət yetirəcək və rahatlamağa daha çox zaman ayıracaqlar. Enerji səviyyəniz yüksək olsa da bəzi stres və gərginlik halları yaşaya bilərsiniz. Buna görə də balanslı bir həyat tərzi sürməyə diqqət etməli, həm fiziki, həm də psixoloji sağlamlığınızı qorumağa çalışmalısınız. Fiziki fəaliyyətə vaxt ayırmaq və sağlam qidalanmağa diqqət yetirmək vacib olacaq. Duyğusal sağlamlıq da eyni dərəcədə vacibdir. Buna görə stressdən qaçınmaq, meditasiya etmək və rahatlama texnikalarından istifadə etmək faydalı olacaq. Özünüzü dinləmək, istirahət etmək və bədəninizi yeniləmək üçün zaman ayırmaq bu dövrün ən vacib aspektlərindən olacaq. Ümumilikdə, aprel 2025 dolça bürcü üçün özünü kəşf etmə və həyatını yenidən formalaşdırma dövrü olacaq. Həyatınızda yeni perspektivlər tapacaq, iş və şəxsi münasibətlərdə əhəmiyyətli inkişaflar yaşayacaqsınız. Lakin bu dövrü sükunətlə və diqqətlilərlə keçirmək və hər bir addımı müdriklə atmaq vacibdir. Həyatınızdakı yeni imkanlar sizi gözləyir, lakin onlar üçün hazırlıqlı olmaq, doğru qərarlar qəbul etmək və daxili gücünüzdən istifadə etmək sizə ən yaxşı nəticələri gətirəcək. Balıq bürcü. Aprel 2025 balıq bürcü üçün həyəcanlı və maraqlı bir dövr olacaq. Bu ay balıqlar öz daxili dünyalarına daha da yaxınlaşacaq və həyatlarını daha mənalı şəkildə qura biləcəklər. Ulduzlar balıqlara yeni perspektivlər və təcrübələr təqdim edir, həm şəxsi, həm də karyera sahəsində bir çox yeni imkanlar açacaq. Bu dövr həm də özlərini tapma, yeni başlanğıclar və irəliləyiş üçün ideal bir zaman olacaq. Bu müddət ərzində balıq bürcləri öz intuitiv güclərindən istifadə edərək həyatda doğru qərarlar verəcək və dərin düşüncələrə gedəcəklər. İş və karyera sahəsində aprel balıqlar üçün inkişaf və yeniliklər gətirəcək. Bu dövr karyeranızda uzun müddətli nəticələr əldə etmək üçün əhəmiyyətli olacaq. Hər hansı bir iş layihəsi üzərində işləyirsinizsə, nəticələr gözləniləndən daha yaxşı olacaq. Rəhbərliklə olan münasibətlərinizin inkişaf etməsi və yeni iş təklifləri də mümkündür. Bu ay həm də yeni karyera imkanları və daha yüksək mövqelərə yüksəlmək üçün yaxşı bir zaman olacaq. Lakin uğur əldə etmək üçün balıqların mövcud vəziyyətdən çıxmaq və özlərini yeniliklərə açmaq, qeyri-adi yollarla irəliləmək vacibdir. Yeni layihələr və yeni iş sahələrinə daxil olmaq üçün cəsarətli addımlar atmaqdan çəkinməyin. Bəzi balıq bürcləri bu dövr ərzində öz işlərini qurmaq və ya yeni bir biznesə başlamaq barədə düşünə bilərlər. Yalnız bu yeni başlanğıcı həyata keçirmədən əvvəl bütün təfərrüatları diqqətlə analiz etmək lazımdır. Aprel ayında kreativ və qeyri-adi fikirləri reallaşdırmaq sizə karyerada böyük uğurlar gətirə bilər. Maliyyə sahəsində isə aprel ayında balıqlar müəyyən çətinliklərlə üzləşə bilərlər. Bu dövrdə gəlir və xərclər arasında balansı qorumaq vacib olacaq. Maddi durumunuzu daha yaxşı idarə etmək üçün mütləq büdcə tərtib etmək və lazımsız xərcləri azaltmaq lazımdır. Ulduzlar bu dövrün balıqlara maliyyə məsələlərində risk almağı deyil, ağıllı və məntiqli yanaşmalar tapmağı təklif edir. Əgər sərmayə qoymaq və ya maliyyə qərarları vermək istəyirsinizsə, yaxşı bir təhlil etmək və etibarlı mənbələrdən məlumat almaq vacib olacaq.
Bu dövr maliyyə vəziyyətinizi daha yaxşı idarə etmək üçün özünüzü təkmilləşdirmək və uzun müddətli hədəflər qurmaq baxımından əhəmiyyətli olacaq. Balıq bürcləri əgər maliyyə məsələlərində doğru qərarlar verərsə, bu dövr sonunda maliyyə vəziyyətlərini stabilləşdirə bilərlər. Həmçinin ehtiyatlı olmaq və maliyyə planlamasına diqqət yetirmək önəmlidir. Sevgi və şəxsi münasibətlər sahəsində aprel balıq bürcləri üçün yeni və dərin təcrübələr gətirəcək. Sevgi həyatınızda həqiqi və mənalı əlaqələrə önəm verəcək, sizin üçün ən doğru olan münasibətləri tapmaq istəyəcəksiniz. Əgər artıq bir əlaqədəysəniz, bu dövr münasibətinizdə daha çox yaxınlıq və anlayış yaratmaq üçün mükəmməl olacaq. Həmkarınız və ya sevgilinizlə daha çox vaxt keçirmək, bir-birinizin ehtiyaclarını başa düşmək və qarşılıqlı dəstək göstərmək münasibətlərinizi daha sağlam və dərin edəcək. Bu dövrdə daha çox emosional açıqlıq və şəffaflıq olacaq, həm də sevgi məsələlərində daha çox anlayış və səmimiyyət ön planda olacaq. Lakin balansı qorumaq və emosional ehtiyaclarınıza diqqət yetirmək çox vacibdir. Əgər hələ də subaysınızsa, aprel ayında yeni münasibətlərə başlamaq üçün yaxşı bir zaman olacaq. Yeni tanışlıqlar və potensial sevgililər sizin üçün çox maraqlı və dərin təsir edə bilər. Balıq bürcləri bu dövr ərzində özlərini daha çox sevgi və əlaqələrdə tapacaqlar. Ailə münasibətləri sahəsində aprel balıq bürcləri üçün bəzi çətinliklərlə gələcək. Ailə içindəki bəzi anlaşmazlıqlar və münaqişələr önə çıxarsa da, bu dövrü daha sülhsevər və diqqətli yanaşmalarla həll etmək mümkün olacaq. Ailə üzvlərinizlə bağlı daha çox zaman keçirmək və bir-birinizə dəstək olmaq, ailə bağlarını gücləndirmək üçün mükəmməl bir dövr olacaq. Həmçinin ailənizlə birgə planlar qurmaq və birgə fəaliyyətlərə qatılmaq əhəmiyyətli olacaq. Lakin müəyyən bir müddət sonra ailə daxilində daha çox anlayış və qarşılıqlı dəstək ilə münasibətlərinizi daha güclü edə bilərsiniz. Bu dövr həm də özünüzü ailə üzvlərinizə daha yaxın hiss edəcəyiniz bir zaman olacaq, ancaq balansı qorumağa diqqət etməlisiniz. Sağlamlıq sahəsində aprel ayında balıq bürcləri öz fiziki və psixoloji sağlamlıqlarına daha çox diqqət yetirməlidirlər. Enerji səviyyələrində dalğalanmalar yaşaya bilərsiniz, buna görə də balanslı bir həyat tərzi sürmək vacib olacaq. Daha çox istirahət etməli və yuxu rejiminizə diqqət etməlisiniz. Həmçinin stres və gərginlikdən qaçınmaq, rahatlama texnikalarından istifadə etmək faydalı olacaq. Bu dövr fiziki fəaliyyət və sağlam qidalanma ilə dəstəklənməlidir. İdman etmək və sağlıqlı həyat tərzi sürmək həm bədəninizə, həm də psixologiyanıza müsbət təsir edəcək. Ümumilikdə bu dövr balıq bürcləri üçün sağlamlıqlarını daha yaxşı qorumaq və özlərinə qayğı göstərmək üçün əlverişli olacaq. Ümumiyyətlə, aprel 2025 balıq bürcləri üçün özünü inkişaf etdirmək, dərinləşmək və yeni imkanlarla qarşılaşmaq dövrü olacaq. Bu dövr həm şəxsi, həm də karyera sahələrində mühüm dəyişikliklər və yeniliklər gətirəcək. Lakin bu dəyişikliklərə açıq olmaq, özünüzü dinləmək və doğru qərarlar vermək çox vacibdir. Balıq bürcləri doğru istiqamətdə atılan addımlarla böyük uğurlar əldə edəcək və həyatlarını daha məqsədli şəkildə qura biləcəklər.